Herkese salam. Bugün Aysel bizə tabeli mürəkkəb cümlədən çox maraqlı bir sualın izahını verəcək. Qeyd edim ki, Aysel 9-cu sinifdə oxuyur və bu bölməni yeni öyrənib. Görək necə izah edəcək. Buyur Aysel. Deməli, verilən sualda diaqrama əsasən düzgün variantlar istəyir. Ona görə birinci cümlələrə baxsaq, birinci cümlədə avtobus dayanacaqdan 10 metr aralanmışdı ki, oradan cinsi partlayış səsi eşidildi. Burada birinci cümlə zaman məzmunlu olduğuna görə birinci budaq cümlə gələr. Sonra isə baş cümlə gələr. Sonra ikinci cümləyə baxdıqda isə o elə bir hökmdar idi ki, sənətə qayğı ilə yanaşırdı. Burada isə zaman məzmunlu olmadığına görə birinci baş cümlə gələr, sonra isə budaq cümlə gələr. Sonra variantlara olaraq baxsaq, tərkib hissələri müəyyən şəxsi cümlələrdən ibarətdir. Burada deməli, avtobus nə? Mübtədadır, aralanmışdır, bu da mübtədadır, xəbərdir. Sonra burada partlayışın səsi eşidildi. Bu mübtədadır, eşidildiysə xəbərdir. Doğrudur. Ona görə ikinci cümlədə baxdıqda isə o elə bir hökmdar idi, deməli bu xəbərdir. O isə mübtədadır. İkinci cümləyə baxdıqda isə sənətə qayğı ilə yanaşırdı. Yanaşırdı, amma burada mübtədası olmadığına görə bu qeyri-müəyyən şəxsi cümlədir. Buna görə A variantı gedər 1-ə. Sonra B variantına baxdıqda birinci baş cümlənin gəldiyini göstərir. Ona görə bu da ikinci cümləyə aid olar. B-ni yazarıq 2-yə. Sonra budaq cümlənin xəbəri indiki zamanda olan feillə ifadə olunmuşdur. Budaq cümlənin xəbəri, burada budaq cümlə sənətə qayğı ilə yanaşırdı. Yanaşmaq bu deməli, bu indiki zamandır. Ona görə 2-də düzdür. Birinci cümlədə də budaq cümlə dayanmışdı, aralanmışdı. Bu isə keçmiş zamandır. Ona görə C variantı da gələr ikinci cümləyə. Sonra budaq cümlə baş cümlədən əvvəl işlənmişdi. Burada da budaq cümlə birinci işlənmişdi. Ona görə birinci cümləyə gələr D variantı. Y variantda isə tərkibindəki sadə cümlələrdən biri qrammatik cəhətdən digərinə tabidir. Yəni, tabeli mürəkkəb cümlədir. O da ikisinə də aiddir. Afərin Aysel. Çox gözəl izah elədin. Çox əla, çox bəyəndim. Afərin sənə.